Hər birinizi salamlayıram. Ümid edirəm ki, yaxşısınız, enerjiləriniz qaydasındadır. Bugün sizinlə yaxın 2 aylıq bir dönəmə baxacağıq. 2 aylıq bir dönəmdə sizləri nələr gözləyir və bu 2 aylıq dönəmə baxarkən mən istəyirəm ki, sizinlə signifikasiya eləyək. İçimdən belə gəldi. Normalda dəstə seçilirəm, amma bu dəfə siz signifikasiya hissələrinə sadəcə qulaq açacaqsınız videonun və hansı hissədə ki, signifikasiyalar sizə aiddir, onu dinləyəcəksiniz. Yəni sizin sadəcə izləməli olduğunuz hər iki dəstənin başlanğıc giriş hissəsidir ki, birinci dəstəyə aid olanlar, ikinci dəstəyə aid olanlar, zaten 2 dəstəmiz olacaq və daha sonra isə birinci dəstənin üzr istəyirəm, nələr gözləyir və ikinci dəstənin nələr gözləyir biz birlikdə baxacağıq. Baxaq görək, birinci dəstəni, birinci seçimi izləyəcək olanlar üçün kartlar nə deyir ümumiyyətlə, özünüzü necə tanıya bilərsiniz? Baxaq, birinci dəstəni seçəcək olanlar özlərini necə tanıya bilərlər? Dediyim kimi, hər iki dəstənin sadəcə özünüzü tanıma hissəsini dinləyin. Birinci dəstə hal-hazırki enerjisi, birinci dəstənin hal-hazırki enerjisi. Ola bilər ki, kimlərsə burada biraz kiməsə qarşı darıxma hiss eləyirlər və elə bir insandır ki, bu insanı siz çox sevirsiniz və onu çox arzu edirsiniz bu dəqiqə üçün. Sadəcə o sizə xətrinizə dəyəsi bir söz deyir və həmin o xətrinizə dəyəcək söz sizi çox pis tutub da, yəni çox pis sizi incidib də, amma bu insanla bağlı həm sizin belə xatirələr mənasında xoş xatirələriniz var, həm də özəl anlarınız, ehtiraslı belə dəqiqələrdə olub bir şeylər yaşanmış ola bilər. Çünki siz xatırlayırsınız həmin anları və amma bu dəqiqə üçün belə deyək də çox gözləmədiyiniz bir söz, bir hərəkət eləyib o sizə qarşı və bu sizi çox incidib, bu sizi çox belə deyək də hətta artıq onunla yolları ayırmaq barəsində düşünmüsünüz, başqa birini seçmək barəsində düşünmüsünüz. Artıq buradan o tərəfə yoxdur, burada artıq bizim yollarımız ayrılır deyə düşünmüş ola bilərsiniz hal-hazırda. Və bu dəqiqə nə o sizə yazmır, nə siz ona yazmırsınız, xüsusilə də darıxsanız belə artıq elə bir məqamdır ki, sevsəm belə qayıda bilmərəm enerjisində davranırsınız və amma bu insan sizin taleyinizin həqiqətən böyük sevgisi olub. Qarşılıqlı olaraq həqiqətən çox böyük bir sevgi yaşanıb. Yəni bir var ki, sadəcə bir ötəri bir münasibət, bir də var ki, həqiqətən eyni zamanda həm duyğuları olan, həm sevgi olan, yəni bu insanla siz ailə ola bilərsiniz, ailə yolunda olmuş ola bilərsiniz. Çox dərin münasibətlər saxlamış biri ola bilər sizin üçün. Yəni siz ondan eyni zamanda həm pis və yaxşı anlarınızı bölmüsünüz, həm də çox özəl anlarınızı bölmüsünüz. Yəni bu insanla sizin aranızda sərhədlər və sizin aranızda şeylər olmayıb. Yəni bir-birinizə başqa formada özünüzü göstərmək. Yəni necəsinizsə elə bu insanla tam olaraq səmimi bir formada münasibətləriniz olub. Və burada ki xanımlar sadəcə artıq inanmır ki, bu insanla bir də qovuşarlar, amma siz ona qarşı fədakarlıqlar edirsiniz. Amma yenə də bəzilərinizdə 2 hissə var burada. Bəziləri bu münasibətə görə peşmandır ki, mən gərək heç onunla danışmazdım, yazmazdım və yaxud da ki, elədiyiniz hər hansı nəsə bir hərəkət ki, məsələn, onu eləmişsiniz, ondan sonra dava yaranıb, davada o sözü deyib. O sözü deməyinizə peşmansınız ki, gərək heç bunu eləməzdim. Yaxşı, bu münasibətdən başqa kimlər izləyir? Yəni burada bu münasibəti yəqin ki, artıq anlarız. Başqa birinci dəstə kimə aid olacaq? Başqa birinci dəstə kimə aiddirsə göstər. Bu münasibətdən əlavə olaraq. Burada bir xanım və yaxud da bir bəy var ki, hansı ki kiməsə hirsindən sadəcə belə deyək də yazmır. Yəni nə mənada? Günahkar ola yazmır. Egosundan yazmayan insanlar var. Yəni sevgiliniz olmaya da bilər, dostunuz ola bilər, müdür, fərqi yoxdur. Amma burada biraz sizdə manipulyasiya olduğunu, sanki qarşı tərəfə manipulyasiya eləməyə çalışdığınızı, bəlkə statuslarınızı gizlətmisiniz, bəlkə yoxa çıxmısınız və
Və yaxud da qarşınızdakı insan belə eləyir. Siz də onun acığına ümumiyyətlə deyirsiniz ki, sən belə eləyirsən, mən başqa sənə yazmayacağam. Sanki burada elə bir insanlar izləyir ki, qarşılıqlı olaraq, baxın bu başqa insanda artıq, qarşılıqlı olaraq bir-birinizə qarşı yoxluq, cəzalandırırsınız. Sanki yoxluğunuzla cəzalandırırsınız bir-birinizi. Biriniz yoxa çıxanda o biriniz ondan əvvəl yazmırsınız. Biriniz məsələn biraz yazmayan kimi o biri statusları falan gizlədir. Amma eyni zamanda danışmaq istəyirsiniz. Çünki düşünürsünüz ki, ancaq mən sənlə danışanda özümü yaxşı hiss edirəm. Prosta burada məsələ orasındadır ki, siz istəyirsiniz onunla bir yerdə olasınız, o da istəyir sizlə bir yerdə olsun. Amma hər ikiniz istəyirsiniz ki, məsələn, deyəsiniz ki, sən mənə yazmışdın, sən məni sevmişdin, sən mənim ayağıma gəlmişdin. Yəni budur məsələ. Ola bilər aranızda məsafə var, ola bilər hardansa bir yol var aranızda bir. Yəni siz istəyirsiniz ki, yaxın bir zamanda danışasınız. Burada elə bir böyük bir dava görmürəm. Çünki əslində hər nə qədər narsist biraz münasibət olsa da bir-birinizi cəzalandırır. Ümumiyyətlə münasibətdə bir-birinizi cəzalandırırsa bu düzgün bir şey deyil. Yəni münasibət mən sənə cəza vermirəm. Bu sanki valideyn uşaq münasibətlərinə bənzər bir münasibətdir. Əgər bir insan digərini cəzalandırmağa çalışırsa, burada onun uşaqlığında yatan bir travma tətiklənir deməkdir. Yəni normal sevgi münasibətinə qadın və kişi bir-birini cəzalandırmır. Yəni normal psixologiyada bu olmur. Bu uşaq vaxtı da olur. Məsələn, bəzi uşaqlar valideynlərlə küsəndə gedir, ac qalır, yemək yemir, qapını bağlayır, gizlənir. Bu həmin insan yenə də indi məsələn sizi valideyniniz yerinə qoymuş, öz valideyni yerinə qoymuş və eyni şəkildə davrana bilər. Amma yenə deyirəm, burada aranızda sədaqət var, güvən var, bir-birinizə sevgi var, bir-birinizlə ayrı qalanda özünüzü boşluqda hiss eləmə var, amma egonuzun öhdəsindən gələ bilmirsiniz və qorxursunuz ki, birdən mən yanlış adam seçərəm. Yanlış insanlar seçərəm. Çünki bu adamdan amma siz evlənmək istəyirsiniz. Yəni konkret olaraq ya evlisiniz, ya da evlənmək istəyirsiniz hal-hazırda bu insanla. Yəni bu insan sizin üçün adi bir flört deyil. Prosta ki, siz deyirsiniz ki, bax burada belə bir şey var. Mən evlənmək istəyirəm, amma bilmirəm bu adam evlənəcəyim adamdırmı? Bəzilərinizdə belə bir qorxu var. Deyirsiniz ki, yaxşı, mən buna yazaram, eləyərəm. Amma mən evlənmək istəyirəm. Boş münasibət istəmirəm. Danışmaq, sadəcə danışmaq istəmirəm. Mənə ailə lazımdır, mənə münasibətdə ciddiyyət lazımdır və bu adam bilmirəm mənə o ciddiyyəti verəcək yoxsa yox. Yəni belə bir həm qorxu var, həm də ki gözlənti içərisiniz. Yəni deyirsiniz ki, mənə dəqiq gəl. Bax belə. Yəqin ki birinci dəstədə artıq özünüzü tanıdınız. Yəni kimlər buradadırsa artıq bilirlər. Siz biraz qabağa eləyirsiniz, birinci dəstədən baxırsınız və yaxud da istəyirsiniz ikinci dəstəni də izləyin. Çünki ola bilər ikinci dəstədə daha çox sizə aid olan nəsə olar və o zaman artıq siz ikinci dəstəyə qulaq asın. Yəni harda daha çox özünüzə uyğunluq tapırsınızsa o dəstədə qalın. İkinci dəstəni seçənlər kimə aid olacaq göstərsin. İkinci dəstəni seçənlərdə kimə aid olacaq göstərsin. İkinci dəstəni seçənlərdə kimə aid olacaqsa göstərsin. İkinci dəstəni seçənlərdə kimə aid olacaqsa göstərsin. İkinci dəstəni seçənlər kimə aid olacaqsa göstərsin. Başladıq. Burada çox bir heyvanınız ola bilər. Məsələn, bir heyvan saxlamış ola bilərsiniz. Ətrafınızda kasıblar olsun, qocalar olsun, uşaqlar olsun. Elə bil ki, davamlı üstünüzdə bir pişik yemeği, it yemeği, nəsə bir şeylər olur ki, siz heyvanlara baxasınız, onları əzizləyəsiniz. Həyata, belə deyək də, çox əslində həyat eşqiniz güclüdür də. Amma eyni zamanda bunu dizginləyirsiniz ki, mən yanlış qərar verərəm. Birdən emosiyalarım məni idarə edər, mən yanlışlar eləyə bilərəm. Qorxursunuz, çox güvənli insansınız, çox sakit insansınız. Yəni ki, bir insanda qalacaq insansınız. Məsələn, bir insana xəyanət eləyəndə ağlınıza ilk o gəlir ki, bu vicdansızlıqdır, bu mərhəmətsizlik. Sanki sizin həm də o insana yazığınız gəlir ki, yox, mən bu adama bunu eləyə bilmərəm, yazıqdır. Belə bir duyğu ilə sanki ola bilər kiminləsə nəsə bir özəl nəsə yaşamış olanlar var burada. Yəni ki, ola bilər kiminləsə nəsə bir başa düşdünüz siz özünüz. Ona görə peşmançılıq çəkənlər də var. Elə bil ki, deyirsiniz ki, keşke mən bunu ondan yaşamasaydım. Keşke mən ondan bu qədər yaxınlaşmasaydım. Keşke mən ona heç ümumiyyətlə bu cür belə yaxın şeylər verməsəydim də. Yəni çünki bir də ki, burada bir şey var. Kiməsə qarşı çox belə sədaqətlə sevmisiniz də onu. Amma bu adam qəti bir şəkildə, məsələn, siz doğrusunu, düzünü dediyiniz halda o insan sizə qarşı anlayışsız davranıb
Bu dəqiqə ola bilər üzərinizdə biraz negativ enerjidə hiss edirsiniz ki, mən bax necə evdə oturursunuz məsələn, nəsə eləmək istəyirsiniz. Amma bilmirsiniz ki, nə edəsiniz, nə istəyirsiniz. Və halsız bir formada uzanmısınız. Nəsə eləmək istəyirsiniz, pul olmur. Məsələn, pul çəkilir birdən-birə. Və yaxud da harasa getmək istəyirsiniz, nəsə problem yaranır. Elə bil ki, o qədər enerjiniz aşağıdır ki, imkan vermir ki, siz ümumiyyətlə o vəziyyətdən də çıxasınız. Belə bir qaramsar bir enerjidəsiniz. Baxın, ruhsal çöküntü, xəstə olanlarınız var. Bəlkə ikinci dəstədə kimsə hal-hazırda səhhəti ilə bağlı bir problemlər yaşayır və belə deyək də, deyir ki, mən hər zaman doğru qərar verən insan olmuşam, hər zaman mən ağlımla hərəkət edən insan olmuşam. Mən necə belə bir səhv elədim? Belə özünüzü günahlandırdığınız bir durum var və ki, necə mən bu qədər böyük səhvlər elədim və yenə deyirəm də, çox güman ki, burada ayrılanlar var, amma ayrıldığına görə də indi peşmandır ki, mən ondan gərək heç ümumiyyətlə danışmazdım. Və yaxud da o nədirsə də siz ona qərar vermirsiniz, onunla bağlı peşmançılığınız var. Və bilirsiniz ki, artıq bu mənasızdır, bu insan düşünmək, bu haqda düşünmək. Ona görə onu o sizin yadınıza düşəndə tez deyirsiniz ki, yox, mən bunu düşünməməliyəm. Bir də bu dəqiqə sadəcə fikirləşirsiniz ki, mən necə eləyə bilərəm ki, məsələn, bu adamı mən unudum və yaxud da bu adamla mən yaşadığımı heç kəs bilməsin. Sanki həyatınızda dua edirsiniz, Allahım, məni negativ bu enerjidən, ağırlıqdan, bu ruhsal düşkünlükdən qoru və hal-hazırda artıq sizdə belə bir durum var. Ürək çakranızda blokaj var, əzizlərim. Bu arada Telegram qrupunda yaxın bir zamanda ödənişli çakra dəngələməmiz başlayacaq, marafonumuz. Burada deyir ki, ürək çakranızda artıq bir problem yaşanıb. Ona görə bu yaşanan münasibətdən sonra siz bütün münasibətləri qaçırsınız da, ümumiyyətlə ciddi münasibətdən, sevgi münasibətləri sizə görə çox belə qorxuludur və deyirsiz lazım deyil mənə. Mən artıq bu mövzunu heç mənim yaxına da buraxmaq istəmirəm. Və belə deyək də, məsələn, kimsə gəlib sizə deyəndə ki, mən yenə sevərsəniz, deyirsiniz, lazım deyil mənə, rədd olsun, getsin, mən artıq bir dəfə o səhvi elədim və əslində sevgiyə çox ehtiyacınız var. Özünüzə belə zülm eləməyin, yəni. Sadəcə siz çox bilirsiniz bu sizdə niyə belədir, bu günahkarlıq duyğusu. Çünki sizin ətrafınızda çevrəniz elə insanlardır ki, davamlı qınayan, davamlı nə bilməyim, günahlandıran, nəsə bir və yaxud da ki, nə bilməyim, evlənmək vaxtında çatıb deyən, yəni çox çevrənin etkisində qalırsınız və onlar artıq sizi yorublar, bezdirirlər onlar sizi. Ya üstünüzə çox gəlirlər ki, niyə evlənmirsən, ya münasibət sözü gəlirlər ki, niyə oğlanla ayrıldın, ya gəlirlər ki, ay oğlan, sən ona neynədin ki, o çıxdı, getdi. Bu belə sizi yorucu, belə şəxsi sərhədlərinizi qoruya bilmirsiniz sanki. Yəni, məsələn, nə istəyirlərsə deyirlər də, yəni siz qoruya bilmirsiniz. Bu arada şəxsi sərhədlərinizi təyin eləmək üçün xüsusi bir üsul var. Yenə deyirəm, Telegrama gəlin, bu haqda biz danışırıq. Çünki burada da görünür ki, bəzən insanlar var ki, məsələn, yeni ailə qrupu, nə vaxt uşaq olacaq və s. belə suallar verirlər, düzdürmü? Amma əslində normalda sərhədləri olan bir insana bu suallar verilmir. Bu sərhədlərdə sözlə olmur, yəni mənə bu sualı vermə, qışqırmaqla olmur. Bu bir enerjidir. Bu sizin ətrafınızı örtən sanki bir top kimi mənə gəlir və insanlar bunu hiss edir ki, sizə hər şey demək olmaz. Sizə hər sual vermək olmaz. Yəni sizdə biraz bununla bağlı problem var. Ətrafınız sizi çox əsəbləşdirir. Yəni hal-hazırda ya işinizdə, ya evdə nəsə bir durum var ki, hirsiniz yığılıb da, yəni belə partlamaq istəyirsiniz. Gəlirəm birinci dəstəyə. Əgər birinci dəstədə izlədinsə, bugün təzə kartlarımız var bu arada. Birinci dəstəni izləyənlər, baxaq görək sizi nə gözləyir. Kartlarımız bir tarot kartı deyil. Çox fərqli və yeni bir kart dəstəmizdir, maraqlıdır. İlk dəfə açılım eləyəcəm, baxaq görək nə göstərir. Birinci dəstəni seçmiş olan insanlar, birinci dəstə kimə aiddirsə. Baxaq görək, orakul kartları sizin üçün nə göstərir. Kartın adı Aydır, Ay orakul kartlarıdır, mistik ay kartlarıdır. Baxaq görək, birinci dəstəni seçəcək olanlar, izləyicilərim, adınızı deyin, ana adınızı deyin, yaşınızı deyin, niyyət eləyin. Görək, sizin üçün nə deyəcək? Oy. Baxaq görək, sizi nə gözləyir? Gücünüzü yığmaq adına bir yalnızlığa çəkilmə durumunuz olacaq sizin. Biraz həyatınızda təmizlik eləmək zamanıdır. Sanki biraz geriyə çəkilmək və
ruhsal olaraq bu durum var da, yəni sizi hal-hazırda yoran bir məsələ var və sadəcə başınızı aşağı salıb o durumdan çıxmağa çalışırsınız. Amma bu sizin enerjinizi yorur, yəni. Hal-hazırda içinizdə mübarizə gedir. Bax, belə bir savaş içərisində. İçinizdə müxtəlif enerjilər, müxtəlif fikirlər, düşüncələr, o insan, kimlə ki münasibətdə olmusunuz, həmin insan, bunlarla savaşma halındasınız və siz amma sizə deyim, bir söz deyim sizə ki, bu enerji getdikcə çox zəifləyəcək, yəni bu negativ enerji burada, çünki artıq təmizlənmə kartı gəldi və deyərdim ki, sadəcə siz aldanmaq sizə çox pis təsir göstərib, çünki burada deyir ki, bəzi insanların sizə qarşı danışdıqları yalanlar və onları həyatınızdan çıxarıb atmaq sizin üçün bu dəqiqə üçün çətindir və burada xanımlar, sizin yaxın bir zamanda işlə bağlı da sevinciniz olacaq. Nəsə bir hədiyyənin gəlişi var çünki, nəsə bir sürpriz var sizin üçün, nəsə bir yeni bir durum var və deyərdim ki, siz nə qədər dua eləsəniz ki, məni təmizlə, həyatımı təmizlə, yəni yaradana, sanki öz xoşunuzla siz deyəcəksiniz ki, mən artıq bu tipli insanlar məni yorublar, belə insanlar var, təkcə bu sevgidə deyil, işdə falan, mənə düzgün yol göstər və həyat sanki sizin üçün özü başlayacaq həyatınızı təmizləməyə. Və deyərdim ki, sizin üçün daha stabil, daha dayanıqlı bir münasibət gələcək. Nə vaxt gələcək? Özünüzü cəzalandırmağı buraxanda. Beyninizdə artıq o şey var da, yəni kiməsə əsəbisiz orada, o deyir, siz deyirsiniz, o deyir, siz deyir, sən bunu niyə mənlə və s. Beyninizdə bir savaş gedir və həmin savaşı insanlarla buraxanda, artıq barışanda insanlarla, yəni ruhən olaraq sizin üçün çox dəyərli bir ailə qurmaq bağları. Yəni burada ya evlənəcəksiniz, yaxın zamanda evlisinizsə barışacaqsınız bir-birinizlə. Əgər bir insan sizə əl qaldırıbsa, kim desə, bəlkə şiddət olubsa və yaxud da ki, qarşı tərəfdə sizi, məsəl üçün, sizə bir cəza vermək üçün nəsə bir şeylər deyibsə, eləyibsə, hədiyyə ilə gələcək aranızdakı münasibətlərdə bir sağalma, bir şəfalanma dönəmi olacaq. Bəylər, baxan bəylərdə isə biraz öz sağlamlığı ilə bağlı problemləriniz ola bilər. Burada atanızın, həyat yoldaşınızın və ümumiyyətlə kimsə, sizin üçün vacib olan bir kişi fiqurunun bəzi səhhətində problemlər yaşaya bilərsiniz növbəti 2 ay ərzində. Bundan biraz daha ehtiyatlı olun. Ümumiyyətlə, sanki bilirsiniz necə bir enerjiniz var, nə qədər pis bir şeylər yaşasanız da, sanki kainat onu özü sizin üçün təmizləyir, yolunuzu açır. Bəli, yolunuz açılacaq sizin, ağırlıqlar, negativ şeylər həyatınızdan çıxıb gedəcək və deyərdim ki, xüsusilə də mən görürəm burada işlə bağlı, pulla bağlı, vəzifə artımı ilə bağlı, vəzifə yüksəlişi ilə bağlı çox yaxşı bir şeylər olacaq sizin üçün. Burada məsələ nədir? Yeni insanlarla tanış olanda keçmiş səhvləri təkrar etmədən əslində eləsəniz, çox sədaqətli insanlarla rastlaşacaqsınız. Və burada deyir ki, həyatınızdan nəyi çıxartmalısınız? Rəqabət enerjisini həyatınızdan çıxardın. Yəni, bəzi insanlar özləri bilmədən də həyatla savaş və rəqabət içərisindədirlər və bunu çıxartmaq lazımdır həyatınızdan. Burada davamlı negativ enerji düşünmək sizin maddi enerjinizi çox aşağı salır. Çünki deyir ki, sən burada heç nə eləmədən, sadəcə ağlayırsansa, əgər heç bir şey eləmədən, sadəcə taliyə, belə deyək də, başdan aşağı əyirsənsə, bu zaman deyir, bəzilərinizdə burada şeydə var, biraz negativ də enerji var, açığını desəm, biraz var, biraz bəlkə kimlərdəsə özü bilmədən hər hansı bir ritual və ya da cadu, nəsə bir şeylə özünüzə nəsə musallat eləmiş ola bilərsiniz, nəsə bir şey səhv eləyər, ritualı səhv eləyər və s. Sanki öz
bədəninizdə sanki elə bir varlıq var ki, öz ruhunuzda. O sizi gah incidir, gah enerjinizi çəkir, gah güldürür. Amma belə bir şeylər var burada. Belə bir enerji də var burada. Amma hələ görsəz deyirəm də. Biraz düşmən və negativ enerjilər var üzərinizdə. Biraz təmizlənməyə də ehtiyacınız var əziz birinci dəstə. Təzə bir doğuluş, təzə bir yeni başlanğıc, yeni bir insanlarla ətrafına düşmə, hətta deyərdim ki, öz itirilmiş cinsəl və maddi gücünüzü yenidən əldə etmə kartı gəldi və deyir ki, belə özünüzü yalandan aldatdığınız illüziyaları bitirin artıq. Bitirin artıq. Çünki yaxın bir zamanda səyahətə gedə bilərsiniz, genişləndirə bilərsiniz öz arealınızı, qorxularınızdan qurtula bilərsiniz, inkişaf eləyəcəksiniz, istənilən bir mənada da, yəni. Sadəcə burada deyir ki, boş fikirlər səni yorur. Yəni mənasız olan fikirlər, sən bilirsən ki, bu boş xəyaldır da, yəni. Hissini səndən gizlədən bir insan, səni manipulyasiya edən adamlar, sən bunlardan nə istəyirsən, yəni nə gözləyirsən ki, sən artıq. Çünki bu adamlar artıq səni, bu boş xəyallar, fikirlər, özünə elədiyin xəyanətdən söhbət gedir. Burada bədənin sən sanki özlüğə xəyanət edirsən. Bu sənə bilsən nə gətirir? Heç nə eləmək istəməmə, ruhsal yorğunluq. Halbuki deyir ki, sən əgər bugün həyatında maddi mənəvi olaraq simicliyi buraxsan, qəlbini açsan, hər kəsi idarə edə biləcək gücdə bir xanımsan. Xüsusilə də burada məşhurluq var və bir də evin içərisini, və bəlkə kimlərsə də özü bilir tarota falan baxmağı və həyat yoldaşlığı. Bax, belə əlinizin içində saxlayıb idarə edəcək bir gücə sahibsiniz. Və bu güclə birlikdə baxaq görək. Bu gücün hal-hazırda, yəni o istifadə eləmədiyiniz bir gücünüz, bir enerjiniz var da sizin. Əslində məsələ bilirsiniz nədir? Lazım olmayan şeylər var. Bəzi elə şeylər var ki, yükləriniz var ki, bunlar sizə lazım deyil əslində. Məsələn, valideynlərinizlə bağlı olan məsələlər ola bilər, onların ər-arvad məsələləridir, məsələn, uşaqlıqda yaşadığınız məsələlər ola bilər, başqaları ilə bağlı problemlər ola bilər. Sizə aid olmayan məsələləri bilirsiniz. Yəni, bunlar sizin üçün deyil, bunlar sizə aid deyil. Amma siz onları tam olaraq yükləmişsiniz öz üzərinizə. Ehtiyac vardımı, yoxdur. Yəni, sanki özünüz həyatınızda soyuqluq, karma, baxın, deyir ki, həyatında bir soyuqluq var, bir isti, bir soyuq, bir isti. Bu soyuqluğu yaradan sən özünsən, sən özünün enerjindir. Burada barışıqlar olacaq, yenə deyirəm, barışıqlar olacaq. Kimlər ki, qəlb qırıqlığı çox yaşayıblar birindən, bununla bağlı biraz pulla bağlı çox rasxod edirsiniz, çox belə aşırı pul xərclədiyinizi görürəm, çox mənasız pullar xərclədiyinizi görürəm. Romantik münasibətlərdə olacaqsınız yaxın bir zaman içərisində, romantik münasibətlərdə. Amma deyir ki, sən sadəcə bunu bil ki, nə enerji ötürürsənsə dünyaya, o da sənin özünə gəlir. Ya, əslində mənasız düşüncə və fikirlərlə öz enerjini tükətdiyini göstərir. Və həmin o negativ enerji sənin özünə qaydanda, sən deyirsən ki, mənim həyatımda niyə bunlar baş verir? Halbuki o enerjini yaradan sən özünsən. Sən ancaq pis şeylər düşünürsən, inamsızlıq, güvənsizlik falan. Yəni, sanki ehtiyacı lazımsız duyğular içərisindəsiniz. Biraz arınma eləyə bilərsiniz, nəsə bir meditasiya eləyə bilərsiniz, təmizlənmə eləyə bilərsiniz. Yəni, yaxın 2 ayda gözəl şeyləriniz var. İstər işləyinsə sevginə bağlı, amma enerjinizi təmizləyin. Gəlirəm ikinci dəstəyə. İkinci dəstəni kimlər seçmişdi, onları niyyət edirəm. Gördüyünüz kimi ancaq təzə kartlarla baxırıq bugün. İkinci kartı seçənlər, baxın, qırmızı çox qəşəngdir. İkinci kartı, ikinci dəstəni seçənlər, ikinci dəstəyə aid olanlar, adınızı deyin, ana adınızı deyin, yaşınızı deyin. Yaxın bir zaman içərisində, yəni 2 aylıq bir döngüdə sizi nələr gözləyir? 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 Əslində, yeni bir ideya ilə bir işə başlaya bilərsiniz.
aşırı dərəcədə özünüzdə yaradıcı enerji hiss edəcəksiniz. Yəni bax necə bir şeydir. Tutaq ki, bir işlə bağlı bir vəzifəyə keçə bilərsiniz və ya da bir işə başlaya bilərsiniz. Amma deyir, amma və lakin özünüzlə bağlı hal-hazır ki, mən bacarmaram enerjiniz var və yaxud da mən yetərli deyiləm enerjiniz var. Yəni biz necədir? Baxın, siz başlaya bilərsiniz. Bir işə başlayanda sizin daxilinizin enerjisi var da, özünüzlə bağlı düşüncəniz var. O düşüncəniz sizin özünüzlə bağlı nədirsə, işiniz də o formada irəliləyir. Yəni siz ola bilər ki, çox savadlısınız, amma daxilinizdə məsələn aqressiyanız var, nifrət var. İşə başlayanda o enerjini təmizləmədən başlasanız, gələcəkdə bunun fəsadını görəcəksiniz. Burada da deyir ki, elə bir xanımlar xüsusilə burada izləyir ki, güclüdülər, maddi olaraq özlərini dolandıra da bilərlər. Başlanma enerjisi çox güclüdür. Amma daxillərində insanlar mənim əlimi qolumu bağlayır, onlar məni incidir, onlar məni üzür, mən hərəkət... Bunu yaşayırsınız deyə başladığınız işdə də o saat rəqabəti çəkəcəksiniz deyir. Sanki... Hər iki dəstədə ümumiyyətlə nə şey deyim, burada negativ enerji var. Burada ümumiyyətlə ikinci dəstənin yuxularında da problem var. Yuxu rejimində problem var. Ya qorxulu yuxular görürsünüz bu aralar siz. Ya hiss edirsiniz ki, kimsə nəsə eləyib, bunu görürsünüz. Baxın, onsuz da dəstə seçinizdə də var idi bu. Xüsusilə də 9-lu zaman içərisində mən sizin enerjinizi sanki qaçış görürsünüz. Elə bir ki, kimsə sizi boğur və siz ondan qaçmağa çalışırsınız. Ya yuxularınızda görürsünüz ki, sizin dalınıza kimsə düşür. Ya elə hiss edirsiniz ki, kim sizi izləyir. Belə bir enerji içərisindəsiniz. Və bu... deyəcəm indi sizə. Amma bu durum bitəcək. Yaxşı ki, bu durumda bir sonlanma olacaq. Nə zaman olacaq deyim sizə. Deməli, birinci növbədə özünüzü cəzalandırmanı dayandıranda və xüsusilə də sizi hal-hazırda, baxın, bilirsiniz neyinin? İndi bu dəqiqə enerjinizi nələrə sərf edirsinizsə və sizi nə gücdən salırsa, onların hamısını qeyd edin və onları bir-bir sanki özünüz üçün bağlayın. O kompüterdə proqramları necə bağlayırsa, onu deyir bağlayanda sizin hərəkətsizlik modundan çıxışınız olacaq. Siz hərəkətsiz moda keçirtmişsiniz özünüzü. Sadəcə və sadəcə qurban pozisiyasına keçirtmişsiniz. Şuuraltı bu sizi cəzalandırmaqla məşğuldur bu dəqiqə. Sizi sanki bir uşağı cəzalandırarsan, ona heç nə eləməzsən, xoşbəxt olmağa icazə verməzsən, güldürməzsən, oynamazsan, həyətə düşməyinə icazə verməzsən, iqruşka almazsan və bir uşağı cəzalandıranda və yəni şeydir, o otağına bağlıları kinolarda. Bax, sanki siz də özünüzü hal-hazırda belə bir cəzalandırmadasınız. Amma yaxın bir zaman içərisində 2 aylıq dönəmdə nə baş verəcək deyə baxanda sizin bunlarla bağlı, bu qorxularınızla bağlı, əslində bu indi yaşadığınız durumun sizin lap uşaqlıqda olması ilə bağlı sizin bir üzləşməniz olacaq. Bu üzləşmədən sonra sizin xüsusilə də sevgi həyatında bir barışığınız və bir araya gəlməyiniz olacaq və bir çoxlarınızda karyera yüksəlişi, maddi yüksəliş, irəliyə gedən bir səyahətiniz ola bilər, maşın ala bilərsiniz. Xüsusilə də narahat yatan, kimlər narahat yatır, onların karyerası ilə bağlı, öz işləmirsə həyat yoldaşının ola bilər. Yəni bir sözlə çox yaxın bir zamanda maşın almaqla və yaxud da uzaq yol məsafəsinə çıxmaqla bağlı, uzaq yol məsafədə qalan bir sevgili ilə qovuşmaqla bağlı çox gözəl bir şeylər olacaq 2 aylıq dönəmdə. Başqa görək sizin üçün nə gözlənilir? Burada deyir ki, ola bilər ki, hal-hazırda sənin üçün elə bir dönəm başlayır ki, harada ki sən az pul qazanırdın və pulların harası axıb gedirdi, bu dönəm sənin üçün bitir. Daha sabit və stabil münasibətlər qura bilərsən pulla bağlı. Daha çox burada mövzunuz deyil, pul olacaq.
fortuna olacaq. Elə bir ki, sizin üçün, məsəl üçün tutaq ki da, elə bir döngü başlayacaq ki, həyatınızda hər şey qaydasına düşməyə sanki başlayacaq. Amma deyir, fürsətlər sən ayağına gələcək. Amma onları dəyərləndirmək sənin işin olacaq yenə də. Məsələn, iş axtarırsınız, tutaq ki, 3-4 yerdən iş təklifi gələcək. Bax, belə bir şey ola bilər. Və yaxud da ki, məsələn, pulla bağlı bir problem, bir neçə yerdən sizin üçün təkliflər olacaq maddiyyatla bağlı. Amma deyir, sənin pulla bağlı belə bir inancın ola bilər ki, pulla mən hər bir istədiyimi əldə eləsəm, çox zəngin olsam, varlı olsam, hər şeyi əldə etsəm, mənim üçün hər şey maraqsız olar. Belə bir inanc var bəzilərinizdə. Və niyə belə? Pulla qarşı da odaklana bilməməyinizin səbəbi xüsusilə də nədir? Sevgi həyatınızda olan qararsızlıqlar. Münasibət həyatınızda baş verən problemləri pul həyatınıza çox əks elətdirdiyinizi görürəm əslində sizin burada. Ola bilər 2 dənə iş birdən görməyə başlayacaqsınız, 2 işdə işləyəcəksiniz, ikili bir durumunuz olacaq sizin üçün. Bu sizə yüksəliş və tanınma enerjisini gətirəcək. Və ola bilər ki, ailəli olanlar var burada, xanımlar xüsusilə də. Nəsə qorxunuz var elə bir. Nəsə yalan danışmışsınız, nəsə içinizdə bir şeyləri gizlədirsiniz, danışmırsınız. Nəsə yalan danışmışsınız, nəsə deməmişsiniz evdə, ailə içərisində nəsə bir şeylər. Qorxudur o sizin. Qaranlığa atır sizi, elə bir ki, o fikir sizi yorur. Bu xanımlar varsa burada, hansı ki çox enerji dolu xanımlardır, amma nəsə qorxuları var onların. Bunlar biraz ehtiyatlı olsunlar. 2 həftə, 2 aydan bəri gözlədiyiniz bir məsələniz həll olacaq, bu arada tamamlanacaq. Bu kimlər üçün hər nədirsə, ola bilər uşaqdır, ola bilər nəsə almaqdır. Uzaq, yeni bir planlar qura bilərsiniz, yeni evə köçə bilərsiniz, yeni evin xəbərini ala bilərsiniz. Yəni, uzun sözün qısası, əzizlərim, burada kartlar sizə deyir ki, yaxşı olacaq sizin üçün, pis heç nə yoxdur, amma bəzilərinizdə sadə övladla bağlı məsələlər və 2 kişili qadınlar. Biraz siz daha ehtiyatlı olun bu aralar. Yəni, hansı ki, sizin ola bilər etdiyiniz səhvlər və yanlışlar sizin özünüzə qarşı yönəlmiş olacaq. Yəni, ola bilər ki, siz evlisiniz və başqası nəsə münasibət qurmusunuz. Və bu sizi yoracaq, bu enerji sizi bu aralar çox yoracaq. Bu elədiyiniz hərəkət sizə qarşı sanki psixoloji olaraq sizə qarşı yönələcək ki, bunu eləmirsən, necə olacaq? Həmin insandan da siz istədiyiniz addımı görə bilməyəndə vəbşi sizin üçün ağır olacaq. Biraz bu xanımlarda mən problem görürəm. O birilər normaldır, amma sadəcə bu insanlar hansı ki, zaten dəstə seçinizdə də var idi belə bir şey ki, siz nəsə eləmirsiniz, amma indi peşmansınız. O xanımlar da biraz ehtiyatlı olsun. Çünki sanki elədiyiniz şeyin bir karması var da, yəni elədiyiniz bir durumun bir geri dönüşü var. Bununla bir üzləşə bilərsiniz bu aralar. Baxın belə, özünüzə yaxşı baxın, fikirlərinizi yazmağı unutmayın.